Allah'ım, dinimizə kamillik, ömrümüzə, ruzimizə, əməllərimizə bərəkət bəxş eylə Allah'ım. Ölümdən əvvəl tövbə, ölüm anında şəhadət kəlməsini gətirməyimizi, ölümdən sonra bağışlanmağımızı, hesab günü isə bizi əff etməyini istəyirik Allah'ım. Ey qulları cəhənnəm ateşindən azad edən Allah'ım, bizi, anamızı, atamızı, övladlarımızı, zövcəmizi, bizim üzərimizdə haqqı olan insanları və dünyasını dəyişmiş və həyatda olan bütün müsəlman bacı qardaşlarımızı cəhənnəm ateşindən azad eylə Allah'ım. Ey Allah'ım, sən bizim Mövlamızsan, sən eşidənsən, yaxınsan, duaları qəbul edənsən, dualarımızı qəbul eylə Allah'ım. Ey Rəbbim,